Səfəvilər sarayında mətbəxlə bağlı müxtəlif vəzifələrin olduğunu bilirdinizmi? Azərbaycan sarayının şirniyyat ustalarının başçısı halvaçıbaşı adlanırdı. Şahın və eləcə də digər saray sakinlərinin yemək rasionundakı şirniyyatların hazırlanması və süfrəyə gətirilməsi onun nəzarəti altında baş verirdi. Süfrədəki içkilərin hazırlanması və gətirilməsi şirəçibaşı və ya şərbətdarbaşı adlanan şəxsin səlahiyyətində idi. Yemək süfrələrinə su, şərbət və şirələri şirəçilər gətirib düzürdü. Şirəçibaşı onların rəhbəri idi. Yemək süfrəsində şaha xidmət etmək böyük şərəf sayıldığı üçün şirəçibaşı vəzifəsi də fəxrli mənsəblərdən idi. Şahın və digər əyanların təamlarını dadan, zəhərli olub-olmadığını, eləcə də dadını yoxlayan xidmətçilərə tuşmal deyilirdi. Onların başçısı tuşmalbaşı şahın süfrəsinə aparılan təamlara nəzarət edirdi. Yeməkləri gətirib süfrəyə düzənlər və hər kəsin boşqabına yemək çəkənlər müasir anlamda ofisiantlar olan çaşnigir adlanırdı. Onlara çaşnigirbaşı nəzarət edir və şahın süfrəsinə xidmət göstərirdi.